İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Bugün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınıb. Bu mərhələdə rayonun Horovlu kəndinə 30 ailə köçürülüb. Mən fəxr eləyirəm ki, vətənə qayıdıram. Mənə gör 30 neçə ildir biz kənddən çıxmışıq. Cəbrayıl rayonunun Horovlu kəndinə köç eləyənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 30 ailə, 115 nəfər köçürülüb. Kəndimizə qayıtmağıma çox sevinirəm. Bir dəfə də gedirəm, 30-dan çıxandan da kəndə getməmişəm. Bir qızımla, nəvəmlə qayıdıram da. Mən getməmişəm. Uşaqlarım gedib, mən getməmişəm. Bayram qabağı gedirəm, gedəcəm, orada keçirəcəm. Cəbrayılə köçən ailələr öz yurdlarını dirçəltmək, yeni həyat qurmaq üçün böyük sevinç və ümidlə yola çıxıblar. 30 ildən çox ki, o torpadan çıxmışıq. Çox əziyyətlər çəkmişik. Çox sevinirəm ki, gedək oranın abadlaşdıraq. 33 ildir bu günü gözləyirdik. Oğlum oradan gələndə 7 yaşı var idi. İndi şükür Allahın özünə ki, bugün ailəsi ilə, uşağı ilə mənim oğlum öz doğma vətənimizə köçür. Allaha min şükür ki, bu günləri bizə yaşatdı. Artıq köç karvanı Cəbrayıl rayonu Horovlu kəndinə çatıb və ailələrə mənzillərin açarları təqdim olunub. Qeyd edək ki, bu köçdə daxil olmaqla ümumilikdə Cəbrayıl şəhərinin Horovlu kəndinə 241 ailə, 954 nəfər köçürülüb. Günəş Rızayeva, Nadir Cəlilov, Space xəbər.